Ların biosintezi. Biz bilirik ki, hüceyrədə daima maddələr mübadiləsi gedir. Yəni, daima maddələr mübadiləsi nəticəsində biosintez reaksiyaları baş verir. Və biosintez sözünün bios həyat, sintez birləşmə deməkdir. Biosintez reaksiyalarına biz zülalların, yağların, karbohidratların sintezini misal göstərə bilərik. Üzüm maddələrdən olan, biopolimerlərdən olan zülal molekulunun sintezi. Zülalların biosintezi həyata keçirmək üçün ilk öncə hansı vasitələr lazımdır? Ribosom olmalıdır, DNT olmalıdır, məlumat RNT-si, nəqliyyat RNT-si, amin turşuları və çoxlu şəkildə müxtəlif fermentlər olmalıdır. Zülal biosintezində dedik ki, 2 mərhələdən ibarətdir. Transkripsiya və translyasiya prosesindən. Transkripsiya prosesi eukariot hüceyrələrdə, nüvədə və bəzi orqanoidlərdə, yəni mitoxondridə, xloroplastlarda ola bilər. Lakin prokariotlarda isə transkripsiya, həm translyasiya, hər iki proses sitoplazmada gedir. Prokariotlarda, yenə təkrar deyirəm, həm üzünü köçürmə, həm ötürülmə prosesi, yəni translyasiya prosesi sitoplazmada gedir. Eukariotlarda isə nüvədə DNT-nin üzünün köçürülməsi, yəni transkripsiya, translyasiya prosesi isə sitoplazmada baş verir. Zülal sintezində belə bir cümlə desək doğru olar ki, DNT bilavasitə iştirak etmir. Bu nə deməkdir? Yəni DNT-də olan, biz bilirik ki, DNT-də yüzlərlə, minlərlə gen olur. Həmin o genlərdə yerləşən zülalın quruluşu haqqında məlumat RNT-sinə köçürülür. Məlumat RNT-si zülalın ilkin quruluşu haqqındakı məlumatı çatdırır hara? Ribosoma. Və zülal biosintezində, nüvədə, transkripsiya prosesində matriks və yaxud da qəlib rolunu oynayır DNT molekulu. DNT molekulunun bütün hissəsindən məlumat RNT-sindən zülalın ilkin quruluşu haqqındakı məlumat köçürülür? Təbii ki, xeyr. Biz bilirik ki, DNT-də yüzlərlə, minlərlə gen var. Həmin o genlərin müəyyən bir hissəsində, bax bu şəkildə də göstərilib ki, müəyyən bir hissəsində, yəni zülalın ilkin quruluşu haqqında məlumat saxlayan gendən RNT polimeraza reaksiyasına, RNT polimeraza fermentinə əsasən DNT-nin hər hansı bir zəncirinə komplementar olaraq məlumat RNT-si yığılır. Məsəl üçün, yəni ki, DNT-nin hər hansı bir zənciri yazaq, adenin, timin, sitozin, guanin. Məhz bu DNT-nin hər hansı bir zəncirinə əsasən RNT polimeraza fermentin köməyi ilə digər məlumat RNT-si yığılır komplementarlıq prinsipi əsasında. Adenin qarşısında bilirik ki, məlumat RNT-sində urasil, timinin qarşısında adenin, guanin, sitozin. Bax bu şəkildə məlumat RNT-sinin zənciri yaranır. Bundan əlavə olaraq yadımızda saxlayaq ki, DNT üzərində məlumat RNT-si ilə yanaşı transkripsiya prosesində RNT-nin digər növləri, həm nəqliyyat RNT-si, həm ribosom RNT-si də sintez olunur. Və uzunluğuna görə də hər bir RNT-nin zənciri DNT-nin zəncirindən yüzlərlə, minlərlə qısa olur. Bunun səbəbi o deməkdir ki, yenə təkrar deyirəm, məlumat RNT-si bütün DNT molekulunun deyil, yalnız zülalın ilkin quruluşu haqqında məlumat saxlayan hissənin sürətini çıxarır. Yəni, həmin bu hissənin sürətinin üzünü köçürür. Yəni, bütövlükdə DNT bilirik ki, uzun bir DNT molekulu zənciridir. Düzdürmü? 2 molekullu zəncirdir. Həmin bu zəncirin bütövlükdə sürətini əmələ gətirmir məlumat RNT-si. Yalnız müəyyən bir hissəsində, məsəl üçün bu hissədə genlər yerləşən hissədə zülalın ilkin quruluşu haqqında məlumatın sürəti olan hissəni çıxarır. Bütövlükdə DNT molekulunun deyil. Ona görə də deyirik uzunluğuna görə hər bir RNT-nin zənciri DNT-dən 100 dəfələrlə nə edir? Qısa ola bilər. Və biz dedik ki, transkripsiya prosesində yenə DNT-dən məlumat RNT-sinin üzünün köçürülməsidir və transkripsiya sözünün mənası da üzünü köçürmək deməkdir. Və bu zaman məlumat RNT-si nüvə
bilirik ki, içi membranlıdır. Həmin nüvədə olan böyük məsamələr vardır nüvə membranında və bu nüvə membranında olan böyük məsamələr nəticəsində erintinin növləri nüvəni tərk edərək sitoplazmaya daxil olur. Və yenə təkrar deyirəm, hər birinin sintezi də baş verir harda? Transkripsiya prosesində DNT-nin ikinci zəncirindən həm məlumat erintisi, həm nəqliyyat erintisi, həm də ribosom erintisi sintez olunur. Və nüvəni tərk edən hansılardır? Ribonuklein turşusunun növləridir. Nüvəni tərk etmir hansı? DNT molekulu. DNT molekulu yadınızda qalsın, heç zaman nüvəni tərk etmir. İndi davam edirik və biz bilirik ki, məlumat erintisi özündə olan zulalın ilkin quruluşu haqqında olan məlumatı, yəni bu polipeptid zənciri, bax bu şəkildəki bu polipeptid zənciri məlumat erintisinin zənciridir. Həmin bu polipeptid zənciri gəlir öncə birləşir ribosomun kiçik hissəsinə, bu yuxarıda olan kiçik hissəsinə, daha sonra böyük hissəsi birləşir. Elə bir ribosom bu şəkildə sitoplazmada təsəvvür eləyin. Gəlir bu ribosomun kiçik hissəsinə məlumat erintisi birləşir. Daha sonra böyük hissə birləşir. Bax bu hissəyə yadınızda saxlayın. Öncə kiçik hissəsinə ribosomun, daha sonra böyük hissəsinə birləşir. İndi bu hissədə saxlamaq istəyirəm fikrimizi, bu fəaliyyətə baxmaq istəyirəm. Gəlin görək nə yazıb. DNT molekulu harada yerləşmişdir? DNT molekulu, yenə deyirəm, eukariot hüceyrələrdə, nüvədə və bəzi orqanoidlərdə, mitoxondridə və xloroplastlarda da ola bilər. Məlumat erinti harada və necə sintez olunur? Məlumat erintidir, təbii ki, nüvədə sintez olunur. Harada sintez olunur? Nüvədə və necə sintez olunur? Transkripsiya prosesi nəticəsində məlumat erintisi sintez olunur komplementarlıq prinsipinə əsasən. Zulalın quruluşu haqqında məlumat nüvədən sitoplazmaya necə ötürülür? Zulalın ilkin quruluşu haqqında və yaxud da zulalın hər hansı quruluşu haqqındakı məlumat nüvədən sitoplazmaya məlumat erintisi vasitəsilə ötürülür. Məlumat erintisi sitoplazmada hara yönəlir? Hara yönələr? Hansı hissəyə yönələr? Təbii ki, ribosoma yönələr və öncə ribosomun kiçik hissəsinə. Nəqliyyat erinti harda yerləşir? Nəqliyyat erinti də yerləşir sitoplazmada. Niyə sitoplazmada deyirik? Əmələ gəlir nüvədə, lakin nüvəni tərk edərək nəqliyyat erintilər sərbəst şəkildə, bu şəkildə də görürük. Bax, bu şəkildə göstərilən nəqliyyat erintisidir. Nəqliyyat erintisi sitoplazmada yerləşir. Nəqliyyat erinti özünə nəyi birləşdirir? Biz bilirik ki, sitoplazmada sərbəst halda yüzlərlə, minlərlə amin turşuları var və zulal biosintezi zamanı nəqliyyat erintisi, hər bir nəqliyyat erintisi, yəni bir ədəd nəqliyyat erintisi bir ədəd amin turşusunu özünə birləşdirir. Yəni bir ədəd amin turşusunu özünə birləşdirərək zulal sintezi olunan hissəyə daşıyır. Yəni zulalın ribosom olan hissəsinə daşıyır. Ribosomda nə sintez olunur? Təbii ki, ribosomda zulal sintez olunur. Bu zulalın birinci mərhələsi transkripsiya haqqındadır. Yəni deyirəm təkrar, bəzən də adını demir transkripsiya, deyir ki, üzünü köçürülmə mərhələsində. Üzünü köçürülmə mərhələsində bəzən də bizdən soruşula bilər ki, neçə yəni nukleotit növü iştirak edir, neçə nukleotit növü iştirak etmir. Məsəl üçün, biz bilirik ki, transkripsiyada DNT DNT-nin zəncirindən məlumat erintisi yığılır, düzdürmü? Həmin bu DNT zəncirində əgər 5 növ nukleotit iştirak etmişdirsə, bu DNT-yə məxsus olan nukleotit sayıdır. 5 növ də buna komplementar olaraq məlumat erintisində nukleotit növü iştirak edər. Yəni, cəmi nə qədər olar? 10 növ nə iştirak edə bilər. Və yaxud da biz də bilirik ki, təbiətdə nuklein turşuları iki cürdür, DNT və RNT. DNT-də 4 növ nukleotit var, 4 növ nukleotit var, 4 növ azotlu əsas var. Məlumat RNT-də də 4 növ nukleotit, 4 növ azotlu əsas var. Bunlara diqqət yetirməliyik. Azotlu əsaslardan və nukleotit növünə. Nə zaman nukleotit əmələ gətirir azotlu əsası? Bir azotlu əsasın, yəni mütləq şəkildə azotlu əsası olmalıdır. Karbohidrat
hidratı olmalıdır və orta fosfat turşusu qalığı olmalıdır. Bu şəkildə olduqda nukleotit əmələ gətirir. Məsəl üçün, guanin azotlu əsası, guanin nukleotidini əmələ gətirmək üçün guanin azotlu əsası olmalıdır. Məsəl üçün, DNT molekulunda DNT-də dezoksiriboz olmalıdır və bir ədəd orta fosfat turşusu qalığı olmalıdır. Davam edirik. Sualların sintezinin ikinci mərhələsi translyasiya. Translyasiya sözünün latınca mənası ötürmək deməkdir. Zülal biosintezin, yəni ikinci mərhələsi translyasiyadır və translyasiya harda gedir? Stoplazmada gedir. Həm eukaryotlarda, həm prokaryotlarda translyasiya prosesi stoplazmada gedir. Lakin bəzi orqanoidlər var ki, mitoxondri və xloroplastların da özlərində translyasiya prosesi gedə bilir. Və zülalların dedik ki, translyasiya nəticəsində məlumat irintisi nüvəni tərk edərək öncə birləşir ribosomun kiçik hissəsinə, polipeptid zənciri. Və ribosomun belə bir şəkili təkrar çəkək, ribosom hissənin, ribosomun kiçik hissəsinə birləşir. Polipeptid zənciri. Həmin bu polipeptid zəncirinin ribosoma birləşən hissəsi, bax bu hissəni funksional hissə və yaxud da funksional mərkəz hesab olunur. Bax bu şəkildə də bu hissə funksional hissə və yaxud da funksional mərkəz hesab olunur. Və yadımızda saxlamalıyıq ki, bu funksional hissədə 6 ədəd nukleotid, 6 ədəd nukleotid və yaxud da 2 ədəd triplet yerləşə bilər. 2 ədəd triplet. Maksimum 2 triplet və maksimum 6 ədəd nukleotid yerləşə bilər. Nəyə görə 2 triplet dedik? Biz dedik ki, bir triplet neçə nukleotiddən ibarətdir? 3 nukleotiddən ibarətdir. Bir triplet. Əgər 6 nukleotid varsa, bu deməkdir ki, burada funksional hissədə 2 triplet var və mərkəzi hissədə. Həmin bu mərkəzi hissədə adlandır ribosomun funksional mərkəzi. İndi stoplazmada biz bilirik ki, həmişə qidaların parçalanması nəticəsində amin turşuları olur və amin turşularının ribosoma daşınmasında nə iştirak edir? Nəqliyyat irintisi. Nəqliyyat irintisi özlərinə bir ədəd amin turşusunu birləşdirərək gəlir hara? Bax, bu funksional mərkəzə. Həmin o funksional mərkəzdə olan 2 tripletlərdən biri hansı funksiyanı yerinə yetirir? Biri amin turşusunu tanıyan mərkəzdəki kod tripletdir ki, nəqliyyat irintisindəki kod tripletinə müvafiq olaraq onlar arasında birləşmə yaradır. Yəni, biri bu ribosomun bir-birinin ardınca özünə amin turşusu birləşdirmiş nəqliyyat irintiləri daxil olur. Ardınca yüzlərlə çoxlu şəkildə nə edir? Nəqliyyat irintisi ribosomun funksional mərkəzinə daxil olur. Sərbəst ucundakı kod tripletlərdən müvafiq. Biri amin turşularını nəqliyyat irintini tanıyır. Digərləri isə tripletə uyğun olaraq onlar arasında nə edir? Birləşmə yaradır. Yəni, bu tripletlərin biri nəqliyyat irintisini tanıyır, birinci tanıyır, digəri isə nə edir? Birləşmə yaradır. Və bu polipeptid zəncirində bir ədəd start triplet olur. İstənilən bir polipeptid zəncirinin başında bir ədəd start triplet, bir ədəd sonda stop triplet olur. Hərəsindən bir ədəddir. Start triplet, məsəl üçün, bizim DNT molekulunda start tripletidir. Tas götürürük, timin, adenin, sitozin. Və buna komplementar olaraq məlumat irintisində adenin, urasil, qanin, metionin amin turşusudur ki, həmin start triplet hesab olunur. Və burada start tripletlər başlayır və sonda hər hansı bir o 3 ədəd məlumat irintisində olan stop kodlardan hər hansı biri gələ bilər. Mütləq şəkildə biri olmalıdır. Stop kodu varsa artıq zəncirin bitdiyini, reaksiyanın bitdiyini göstərir. Burada da bir əlavə demək istəyirəm ki, biz bilirik ki, ribosomda amin turşuları bir-biri ilə peptid rabitələri hesabına nə edir? Birləşir. Lakin yadınızda qalsın, nəqliyyat irintisində ribosomlarda kod tripletləri daşıyan kodon və antikodon arasında hidrogen rabitələri də yaranır və daşınan amin turşuları isə bir-biri ilə peptid rabitə ilə birləşir və bu zaman ilkin polipeptid zülal zənciri əmələ gəlir.
və yenə deyirəm, ilkin polipeptid zəncirin əvvəlində bir start triplet, sonda bir stop triplet əmələ gəlir. Həmin bu zülal sintezində bax bu polipeptid zəncirinin ümumilikdə bütövlükdə nukleotit sayı dedikdə həm startı, həm də stopu nəzərdə tuturuq. Ümumilikdə məlumat rentesində olan nukleotit sayı dedikdə həm stop da daxil olmaqla, start və stop daxil olmaqla hər birini nəzərə alırıq. Lakin bizdə əgər desək ki, zülal biosintezində məlumat rentesindən kodlaşdıran hissə dedikdə, yəni iş görən hissə, bax bu hissəni stop yazaq. Stop koda qədər olan hissə kodlaşdıran hissədir. Kodlaşdıran hissədə deyilərsə, biz stop kodu nəzərə almırıq. Yox, ümumi məlumat rentesindəki nukleotidlərin sayını soruşularsa, bəli, bütövlükdə stop kodda nəzərə alınır. Yox, əgər bizə kodlaşdıran hissə deyilirsə, biz stop kodları nəzərə almırıq. Yalnız kodlaşdıran hissədə, məsəl üçün, burada 16 ədəd nukleotid varsa, 16 ədəd nukleotidi götürə bilərik. Yəni, stop kod nəzərə alınmır. Əlavə olaraq da biz bilirik ki, ribosomlar, bax yadınızda qalsın, hərəkət edən ribosomlardır və çoxlu ribosomlar zülal biosintezində polisom deyilən, yəni ribosomların yığımı təşkil edir. Yəni zülal biosintezində sitoplazmada minimum 4 ədəd, maksimum 40-a qədər ribosomlar bir-biri ilə birləşərək polisom ribosom qrupu yaradır. Yəni tək bir ribosom zülal biosintezində iştirak etmir. Minimum 4 ədəd ribosom olmalıdır. Maksimum 40-a qədər, yəni ribosom iştirak edir. Və biz bilirik ki, məlumat rentezdə hərəkət istiqaməti zamanı ribosomlar hər dəfə bir triplet irəliləyərək hərəkət edir. Yəni ribosomun hər dəfə bir addım ataraq irəli olaraq hərəkət etməsi zamanı 5də 1 və 5də 1 və 6da 1 saniyə vaxt sərf olunur. Yəni ribosomlar addım-addım bir triplet irəliləyərək hərəkət edirlər və bu zaman 5də 1, 6da 1 saniyə vaxt sərf olunur. Və nəqliyyat rentesi bu zaman sərbəst halda sitoplazmaya düşərək yenidən nə edir? Amin turşularını özünə birləşdirir və polipeptid zənciri uzanır. Yenidən ribosomlar bir addım, bir triplet hərəkət edir. Və bu 5də 1, 6da 1 nə deməkdir? 5də 1, 6da 1 bizə lazım olacaq zülal biosintezində. Əgər maksimum vaxt deyilərsə 5də 1 ilə, maksimum vaxt deyilərsə 5də 1, minimum vaxt deyilərsə 6da 1 ilə hesablayırıq. Yəni bu 5də 1-i necə oxuya bilərik? Yəni 5 amin turşusuna, burada yazaq, 5 amin turşusuna 1 saniyə vaxt sərf olunur birləşməsinə. 1 saniyədə 5 amin turşusu yəni birləşir. Yəni bizdə 5də 1 ilə hesabladıqda nələri nəzərə alırıq? 5də 1 amin turşusu o deməkdir ki, vaxt o deməkdir ki, yəni maksimum vaxt, minimum amin turşusu birləşməsi deməkdir. Minimum sürətlə hərəkət deməkdir. Minimum sürətlə hərəkət, minimum amin turşusu sayı, maksimum vaxt dedikdə 5də 1 ilə hesablanır. Yox, əgər bizə məsələ şərtində 6da 1-i nə zaman istifadə edərək, deyərik ki, minimum sürətlə hərəkət edərsə, 6da 1, maksimum amin turşusu sayı deyərsə 6da 1 ilə və maksimum sürətlə deyərsə 6da 1. Minimum vaxt 6da 1, maksimum amin turşusu 6da 1, maksimum sürət deyərsə 6da 1 ilə hesablamış olarıq. Biosintezində ən vacib olan məqamlardan biri də, yenə deyirəm, çoxlu ribosomlar birləşir məlumat rentəyə. Əgər nə zaman bəzən bizdən soruşulur ki, reaksiyada neçə növ zülal sintezi olundu və yaxud da neçə ədəd zülal sintez olundu. Zülalların növ sayı məlumat rentenin növ sayından ibarətdir. Əgər məlumat rente, məsəl üçün məlumat rentesi 3 növ məlumat rentesi varsa, onda 3 növdə zülal sintezi olacaq. Yəni 3 növ zülal sintezi olunacaq. Yenə deyirəm, zülalların növ sayı məlumat rentenin növ sayından ibarətdir. Əgər bizə məsələ şərtində desək ki,
DNT-də genetik koddan, məsəl üçün 5 növ məlumat RNT sintez olunmuşdursa, genetik koddan 5 növ məlumat RNT varsa, deməli sonda 5 növdə zula sintez oluna bilər. Amma biri var növ, biri də var olaraq zulalların sayı. Əgər məlumat RNT-si, yenə deyirəm, 1 ədəd olar, məlumat RNT-si 1 ədəd olarsa, bir dəqiqə, məlumat RNT-sinin sayına əsasən biz necə hesablayırdıq? Məlumat RNT-si 1 ədəd olarsa, zula sayı çox ola bilər. Məsəl üçün, ribosomların sayından asılı olaraq zula sayı çox ola bilər. Amma növ olaraq 1 ədəd götürəcəyik. Əgər bir dənə məlumat RNT-si var, 5 dənə ribosom iştirak edibsə, 5 dənə ribosoma 5 ədəd zula sintez olunacaq. Ədəd olaraq 5 ədəd zulalıdır. Amma növ olaraq 1 növdür. Çünki niyə? Məlumat RNT-si 1 ədəddir. Məlumat RNT-lərinin növ sayı zualların növ sayına bərabərdir. Bu da bizim vacib olduğumuz dediyimiz məsələlərdə bizə köməyimizə çatan ən vacib məqamlardan biridir. Yəni ribosom, məsəl üçün 10 dənə ribosom varsa, 10 ədəd zula sintez olunacaq. Lakin bu 10 ədəd zula 1 ədəd məlumat RNT-sindən sintez olunursa, bir növ məlumat RNT-sindən sintez olunursa, deməli 10 ədəd ribosom olmağına baxmayaraq, bir növ zula sintez olunur. Növ olaraq bir növ, say olaraq 10 ədəd zula sintezi baş verə bilər. Və olaraq bilirik ki, zulal biosintezi matris sintez reaksiyaları deməkdir ki, yenə təkrar deyirəm, zulal biosintezində matrix rolunu oynayan, nüvədə qəlib rolunu oynayan DNT-dir, nüvədə transkripsiyada DNT-dir. Lakin translyasiyada isə matrix rolunu oynayan, qəlib rolunu oynayan məlumat RNT-sidir. Və matrix reaksiyalarında nüvəni tərk etməyən, qəlib rolunu oynayan DNT-dir. Nüvəni tərk edən isə məlumat RNT-si, nəqliyyat və ribosom RNT-sidir. Matrix sintezlərində qəlib rolunu nuklein turşuları oynayır. Deməli, hansı nuklein turşular? Həm DNT, həm RNT. DNT transkripsiyada qəlib rolunu oynayır. Translyasiyada isə məlumat RNT-si qəlib rolunu oynayır. Zulal biosintezi ən böyük sintez reaksiyalarından biridir. Daha çox enerjiyə, ATF parçalanmasına, ATF enerjisinə ehtiyacı vardır və zulal biosintez zamanı enerji udulur. Çünki zulal biosintezi dedik ki, plastik maddələr mübadiləsinə aiddir, anabolizmdir və bu zaman assimilasiya zamanı enerji udulur və daha çox ATF enerjisi vacibdir.